İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri iki kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Birincisi, səfərin Amerika-İran danışıqlarının başlandığı gün reallaşmasıdır. Bu təkcə Vaşinqtonla qarşıdurma yaşayan Tehranın regional müstəvidə təhlükəsizlik arayışından yox, eyni zamanda Bakının mümkün vasitəçiliyindən də qaynaqlana bilər. İstisna deyil ki, Amerika Birləşmiş Ştatları ilə danışıqlar masasına əyləşən İran, İsraillə də arxa fonda müəyyən təmasları qurub, yaxud qurmaq niyyətindədir. Daha öncə Rusiyanın İran-İsrail xəttində müəyyən təmaslar qurduğu haqda informasiyalar yayılmışdı. Hazırda Bakının Tehran-Təl-Əviv xəttində diplomatik körpü yaratdığı ehtimalı görünür və ya İranın Azərbaycandan belə istəkləri var. İkincisi, Əziz Nəsirzadənin Prezident İlham Əliyevlə görüşdə Pezeşkiyanın göstərişi ilə səfərə gəldiyini vurğulamasıdır. Bu detal Bakı-Tehran xəttində iki məsələni ön plana çıxarır. Pezeşkiyan Bakı ilə təmasları sıxlaşdırmaqla İranda mühafizəkar qanadın Azərbaycanı hədəf seçməsinin qarşısına sədd çəkir. Nəsirzadənin qəbulda Prezident Pezeşkiyan Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirir ifadəsi bu baxımdan maraq kəsb edir. Bakının Tehran-Təl-Əviv xəttində mümkün təmaslar qurması, yaxud belə bir təklif İranda Pezeşkiyanın komandasının təşəbbüsüdür. Mümkündür ki, Amerika Birləşmiş Ştatlarının hərbi müdaxiləsinin qarşısını almaq məqsədi ilə müxtəlif diplomatik kanallarla işləyən İran rəhbərliyində Pezeşkiyan Əliyev xəttindən istifadə etmək missiyasını üzərinə götürüb. Prezident İlham Əliyev Pezeşkiyanla telefon söhbətində gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu demişdi. Bu zəngdən sonra və məhz Omanda danışıqların başlandığı gün Pezeşkiyanın Nəsirzadəni Bakıya göndərməsini belə oxuya bilərik. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.